Azərbaycana xaricdən göndərilən pul köçürmələrinin həcmi bu ilin ilk rübündə əhəmiyyətli dərəcədə artıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlara görə yanvar-mart aylarında ölkəyə pul köçürmə sistemləri vasitəsilə ümumilikdə 296 milyon dollar daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 29,4% və ya 67,4 milyon dollar çoxdur. Mərkəzi Bankın Statistika Departamentinin məlumatına görə Azərbaycana ən çox pul köçürməsi Rusiyadan daxil olub. İlk rübdə Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcmi 110,8 milyon dollar təşkil edib və bununla da Rusiya Azərbaycana pul köçürmələrinin əsas mənbəyi olaraq qalır. Rusiyadan sonra siyahıda Türkiyə 49,9 milyon dollarla ikinci, İrlandiya 24 milyon dollarla üçüncü yerdə qərarlaşıb. Birləşmiş Ştatlardan 23,9 milyon, Birləşmiş Krallıqdan isə 10,5 milyon dollar vəsait daxil olub. Eyni zamanda Azərbaycandan xarici ölkələrə göndərilən pul köçürmələrinin həcmi isə azalıb. Hesabat dövründə ölkədən xarici ümumilikdə 103,9 milyon dollar köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% və ya 8 milyon dollar azdır. Azərbaycandan ən çox vəsait Türkiyəyə göndərilib. Bu ölkəyə köçürmələrin həcmi 28,2 milyon dollar olub, Rusiyaya isə 10 milyon dollar vəsait köçürülüb. Beləliklə, statistikaya əsasən Azərbaycanla Rusiya arasında pul köçürmələri üzrə axınlar hələ də yüksək səviyyədə qalır. İlk rübdə Rusiyadan Azərbaycana daxil olan vəsaitin həcmi Azərbaycandan Rusiyaya göndərilən məbləği təxminən 11 dəfə üstələyib. Bu da Rusiyada yaşayan azərbaycanlıların ölkəyə göndərdiyi vəsaitlərin ümumi pul köçürmələrində mühüm paya sahib olduğunu göstərir. İqtisadi göstəricilər isə onu deməyə əsas verir ki, Rusiya Azərbaycan üçün həm pul köçürmələrinin əsas mənbəyi, həm də bu sahədə ən böyük tərəfdaşlardan biri olaraq qalmaqdadır.